Aziz şehir aileleri, hürmetli televizyon iştirakçıları, her birinizi hoş gördük. Bugün Aprel döyüşlərinin qəhrəmanlarından biri Rahil Ərəbinin doğum günü münasibətilə toplaşmışıq bura. Onun anı təqdirdir. Rahilin timsalında Allah cəmi şəhidlərimizə rəhmət eləsin və mən istəyərdim ki, həm Rahili, ümumiyyətlə torpaqlarımızın azad olunacağından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yanıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Və bilirsiniz ki, biz gənclər olaraq bütün şəhidlərimizin əlləri başlamışdır. Vətən müharibəsindən, yəni 20 sentyabrda başlayan, ondan sonra həm Aprel döyüşləri, həm 90-cı illərdə Qarabağ müharibəsində başlanmışdır olan şəhidlərimiz haqqında videolar hazırlayır, sənədli filmlər hazırlayır ki, şəhərimizin sakinləri, insanlarımız, qonaqlarımız bizim şəhidlərimizi daha yaxından tanısınlar, onların qəhrəmanlığına bir daha şahid olsunlar. Və bizim Aprel döyüşlərinin qəhrəmanlarından biri şəhidimiz Rahil Ərəbinin də haqqında bir video materialımız var. Xahiş edirəm onu izləyərək, ondan sonra davam edelim. Buyurun. Ərəbli Rahil Rafiqoğlu 14 Aprel 1996-cı ildə Əli Bayramlı, indiki Şirvan şəhərində anadan olmuşdur. Qəhrəmanımız 2003-cü ildə Şirvan şəhər Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən 12 nömrə tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə 12 nömrə tam orta məktəbin 11-ci sinifini bitirmişdir. Şəhidimiz Rahil 2015-ci ildə hərbi xidmətə yollanmış, bir müddət Astara rayonu Ensaylı hərbi hissədə xidmət etdikdən sonra könüllü ərizə yazaraq Altıqəti rayon Yuxarı Qiyamətdilli kəndində xidmətini davam etdirmişdir. Ərəbli Rahil 2006-cı ildə başlanan Aprel döyüşlərində könüllü olaraq iştirak etmişdir. 12 may 2006-cı ildə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır. 13 may 2016-cı ildə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Allah rəhmət eləsin şəhidlərimizə. Mən ilk öncə istəyərdim ki, şəhər icra hakimiyyətinin məsulları işdaşlıqları əmalilərdən söz verir, rəşidlərdir. Sonra kim istəyərsə buyurun şəhidimiz haqqında, şəhidlərimiz haqqında, ümumiyyətlə rəşidlərdir. Buyurun əfədim. Buradan yəqin ki, belə işləyir.
Ben bir daha şəhidimizin mövludu günü münasibətilə, şəhidimizin mövludu günü münasibətilə onun ailə üzvlərini, eyni zamanda şəhid Allah'ını təbrik edirəm. Çünki şəhid olmaq elə bir yüksək məqam, elə bir yüksək zirvədir ki, əgər o həmin günəcən bir ailənin övladı isə, artıq şəhid olandan sonra bir elin, obanın, bir xalqın, millətin övladıdır. Şəhidlik çox böyük, uca zirvədir. Bizim şəhidlərimiz öz şəhidlik məqamları ilə daimi zirvələrdə yaşamalı. Elə bil ki, onlar daim ucalarda olmağı artıq seçirlər. Mən əminəm ki, Ərəbli rahilin timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımız, istənilən, yəni oğullarımız, qeyrətli qızlarımız bu yolu onlar istəyərəkdən seçib, yəni şəhidlik zirvəsinə ucalırlar. Mən əminəm ki, onlara bəlkə də ikinci dəfə həyat verilsəydi, ikinci dəfə yaşama şansı verilsəydi, düşünmədən onlar yenə də bu yolu, şəhidlik məqamını seçərdilər. Mən bundan tam əminəm. Çünki bugünkü gündə, bu doğum günlərində, istər anım günlərində şəhid olmuş soydaşlarımızın həyat hadisesinə, onların keçdiği həyat yoluna, eyni zamanda yoldaşlarıyla öz aralarında olan davranışlarına, müəllimləriylə, böyüklə, kiçiklə oturub durduqları həyat yoluna baxanda, baxırsan ki, həmin insanların qəlbində, həmin insanların həyatında nə boyda, nə böyüklüyündə vətən coşkusu var, nə böyüklüyündə vətənpərvərlik hissi var. Təbii ki, onlar şəhid olmaqla təkcə öz həyatlarını qurban vermirlər, eyni zamanda da gələcək nəsillər üçün bir örnək yaradırlar. Buna görə bu şəhid analarımızın təbii ki, qəlbində böyük bir qubar var, miskil var. Şəhid atalarımızın qəlbində böyük bir miskil var, qubar var. Və bu amil bəlkə də onlar üçün ən böyük təsəlli olar. Bu amil bəlkə də böyük bir təsəlli olar. Mən Ərəbli rahilin, Allah rəhmət eləsin, valideyni Rafiq dayımızda tanıyırdı sağlığında. Özü də dinli, imanlı bir kişiydi. Həmişə vətənə, millətə, sevgisindən, sədaqətindən danışırdı, həm söhbət olurdu tez-tez. Allah ona da rəhmət eləsin, qalanlarından can sağlığı versin. Bir daha təbrik edirəm, baş sağlığı versin. Çox sağ olun. Çok sağ olun. Ve şehit aileleri adından, şehit ataları adından ben istedim hemşe əziyyəti Ali mənim üzərinə götürür. Yenə də can saklar için Ali mənim rəhmət olmasa. Ateşe sebep olmasıyla Azerbaycan boşluğu ve Yunanistan sınırına gelmiştir. Ve hem o zarısal insanların içerisinde olduğunların içerisinde de Arap öğrenmişimiz olduğundan onu oraya getirdik. Türk Hükümü Şahı İktisatlarımızda bilim merkezinde varlığı sanırım bir sarhoşluğu insan hayatına dayanması yazsın birisini konuşsun. Sonra bir 3 sezon sorulacak bir 500 sene kitap yaptık. Birisini hayatı mühendislik kitabı.
Ekserlerim şu yazmış. Bilmem baktık, görüşürüz. Bunu biraz kısa. Şimdi bir 5-6 kesimden sonra bize geldi. Elimden kitap geldi. Bir doğru yazmış. Şahbatın dili yorgunluğuna Ticaret biraz kısa. Bir kısalığından sonra kendime bir tane kitap verir. Şahbatın bozulur. O bir kitap da okuma imkanı yok. Yolunda şöyle yaptı. Ama gözleri geldiğini yaptı. Gelip sandım, gelip görüyorsun, ömrünün manasını. Gelip yazılı insan, boğulduğu öldü. O da şehitlerin ömrü. Boğulduğu ömrü sözü yazılmış, yazılmış şehitler yaşardı. Orada da her bir yaşa şehitler yaşardı. Bunu bir gösterdi, insanlar gösterdi. Biz özümüzdük. Biz bu dünyada yaşayarken, İslam'ın evladımız kendi öğretti. Aslında şehirden böylesi, aslında bir şahane edecek ben değilim. Ben doğru. Ona göre şehir bu adamları hem de olup geri aldım. Orada bir yatan çağırdım. Çünkü yatan şanslı bir şey değil, aslında bir şey değil. Şehir hemen evli bir şahane bir gazıydı. Ruhu hem şok oldu. Dedim ki hem de bir babam hiçbir şeyden bu oluyor. Orada azap olduğu bütün evlatlar, bütün olayı ülkelerinde, kesinlikle şehir nazarı, şehir ruhu olacak. Onlar özel bölümlerimizde olmasa, özel ruhlarımızda oluyor. Ondan sonra şehir bağlamında, sosyal bağlamında, şurada bağlamında, sağ olsun artık böyle bir yeterlilikler olabilir. Bu özgürlüğün olmaması, ben oğlum şahit olandı. Sıra başlısı geldi bana. Tersini gördüm, başarılı gördüm. Sağ olsun, buna da vatandaşlar oldu. Böyle zeytin vatandaşlar. Güzel gördüm. Ucuz olan ne demek söz? Biz buyurun. Buyurun. Bir insana tariflerine yol var. İnsanın tarifleri yerine güvenlik insan yazmalı olur. Koymalar, romanlar, şeyler, aslında yazmalı olur. Hamzın yüksek bir sözle, böyle şahan timsalları olmasın. Öbür manası nedir? İnsan tarifleri. Bu burada paylaşan sözü bütün tariflerin örgüleri. İnsan oluşusuna göre böyle kıymet gördüğüm öğretmenlerin ve paylaşan sözünün ödülü yine bir yolu var mı? İnsan tarifleri sözü şahit olabilir. Şahit olabilir yolu bu bilimden vatanperver sözü maalesef büyük bir tariflerimiz var. Allah'ım, sebebi Allah'ımıza seversin, Allah'ımıza seversin, başımıza versin. Bir daha göz bağımızın rahmetiyle Allah yere cennete olsun. Erişiyoruz. Sağ olun. Zalda eğer kimse söz demek istəyirsə, buyursun. Ben şəhidimizin anası ve kardeşi davet etmək istəyirəm. Burada gələn məclislərdə və sözlər bildirsinlər. Sonra şəhidimizin esas sürəsini təşkil olunub, Allah qəbul eləsin. Çok sağ olun. Sağ olun, için yanındasınız. Allah sizlere mutlular eylesin. O arzusunu yaşamak sebebi. Allah kavuşlarınızdan sağlıyorsun. Uzun ömür ve korkunuz olsun. Allah'tan hiç bir havaya başlayın, sağlık gösterin. Ne olur, ne yapalım, bu tüzecekleri. Antikreşlerini Allah sizlerin için var eylesin. Ben öz bağımın hakkında engin değişiklerdim. Ben bağım okulda neler yapayım, ben daha çok biliyorum. Ben onun hakkında daha çok biliyorum, koyuyorum. Bağımdan üzülüsüyle. Onun kahramanlığı ben daha çok biliyorum. İnşallah. Biz önümüzde her dalan tepkisiyle sonlar çok görürsün. Benim evlatımda da kahramanlık edin. Çok sağ olun.
Çok sağ olun diyeceğim ki, günlerinizi teşekkür sağ olsunlar, Allah razı olsun. Allah teşekkür ederim. Çok sağ olun. Allah tüm şəhidlərə rəhmət eləsin. Biz aprel döyüşlərindən həmişə danışırıq. Aprel döyüşləri Azərbaycan tarixində xüsusi əhəmiyyəti olan bir tarixdir. Çünki aprel döyüşlərində yadınızdadırsa biz bir kəndi almışdıq, Çoxum Məzdanlı kəndi və bir yüksəklikdə, dəfə yüksəkliyi düşməndən azad olunmuşdur və biz alınan torpağın xalqda, millətdə necə yüksəklik yaratdığını hamımız gördük, hamımız şahid olduq. Həqiqətən də aprel döyüşləri belə deyil, 30 illik müharibə tarixində döyüş nöqtəsi. Bizim müharibə başlayıb 89-90-cı illərdə, 91-ci ildə daha geniş başlayıb yayılmağa və 2020-ci ildə demək olar ki, yekunlaşma 80% yekunlaşır. Yəni bir müharibə 30 il müddətində davam edir. Və 30 il müddətində müəyyən vaxtlarda qısa döyüşlər olur. Tarixə düşüb aprel döyüşləri, Tovuz döyüşləri kimi. Ondan sonra 2023-cü ildə bir qalın müharibə kimi. Yəni bu müharibələr, bu döyüşlər, bu mübarizələr zaman davam edir və tam olaraq demək olar ki, 2023-cü ili sentyabr ayının 21-də tam olaraq yekunlaşır. Və bu müddət ərzində bizim nə qədər qəhrəman oğullarımız şəhid olub, Mübariz İbrahimov kimi, Məhəmməd Əhmədov kimi, aprel döyüşlərimizdə bizim 106 şəhidimiz olub, onlardan biri də Şirvanın qəhrəmanlarından biri Rahil Əhmədov olub. Tovuz döyüşlərində bizim qəhrəman oğullarımız şəhid olub. Və beləliklə 30, 31 il, 32 il müddətində biz düşmənlə mübarizə aparmışıq, amma aprel döyüşləri bizə qələbə əzmin ilk yaşanan döyüşlərdən. Yəni, biz ilk dəfə düşməndən torpağımızı geri almışıq aprel döyüşlərində. Aprel döyüşlərində həqiqətən Azərbaycan tarixində xüsusi əhəmiyyəti var, xüsusi önəmi var və o döyüşlərdə şəhid olan qardaşlarımız, qəhrəman oğullarımız həqiqətən göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir, Azərbaycan ordusu qısa bir müddət ərzində torpaqları düşməndən azad edə bilər. Bunu göstərdi və 44 günlük Vətən müharibəsində də nəhayət müharibənin sonlarına yaxın həqiqətən bizim qəhrəman oğullarımızı göstərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 88-89-cu ildən üzü verək. Azadlıq uğrunda mübarizə aparan, düşmənlə torpaqlarımız uğrunda mübarizə aparan bütün qəhrəman oğullarımız, qəhrəman qızlarımız, əskərimiz, zabitimiz, o döyüşlərdə şəhid olan bütün şəhidlərə Allahdan rəhmət diləyir, qalanlara, qazilərimizə Allahdan şəfa diləyir və Allah ordumuzu qorusun, Allah aile başkanlarımızı qorusun. Bir daha ana bayan gözəl edin, müharibə olmasın, analarımız şəhid qarşılamasınlar, şəhid gözləməsinlər. Allah ordumuzu qorusun, gəncliyimizi qorusun. Allah sizlərə də var eləsin, Allah səbir versin sizlərə. Analar nə qədər gürur olsa da, nə qədər belə deyil, baş tutanı olsa da, anayı, övladı bitirir və onun üçün həqiqətən bir sirdir, bir ruhlardır. Bu, başa düşüləndir. Allah sizlərə səbir versin, Allah sizlərə qorusun, Allah sizlərə gönül versin ki, sizə övladlarınızın xatirəsindən yaşayasınız. Sağ olun.